Bismillah, elhamdülillah, və salatu və salamu alə Rasulillah, əmmə ba'd. Həqiqətən həmd yalnız Allaha məxsusdur. Ona həmd edir, ondan yardım və bağışlanma diləyirik. Nəfsimizin şərrindən və pis əməllərimizin nəticələrindən Allaha sığınırıq. Allah kimi hidayət edərsə, onu azdıracaq bir kimsə yoxdur. Kimi azdırarsa, onu doğru yola yönəldəcək, ona doğru yolu göstərəcək bir kimsə də yoxdur. Elhamdülillah, bugün əziz qardaşlarım, qısa olaraq bir neçə bənddən ibarət olan nəsihət etmək istəyirəm. Hansı ki, elhamdülillah, Allah üçün sevdiyimiz bəzi qardaşlarımız bizdən bu nəsihət etməyimizi və qardaşlarımıza qısa olaraq elm əhlinə, alimlərə, elm tələbələrinə qarşı hansı bir ədəb üzərində olmaq lazımdır, hansı bir əxlaqla onlarla davranmaq lazımdır və bu hansı bir halda, bu münasibət hansı hallar üzərində olmalıdır, o barədə bizdən nəsihət istədilər. Və qısa olaraq 10 bənddən ibarət olan alimlərin nəsihəti var, hansı ki, elm əhlinə, alimlərə və elm tələbələrinə qarşı ədəbi göstərir. Qardaşlarım, ilk öncə bilmək lazımdır ki, həqiqətən Allah Azza və Cəllə bu ümməti elmlə ucaldıb. Alimlər isə, qardaşlarım, bu ümmətdə peyğəmbərlərdən sonra onların varisləridir. Allah Azza və Cəllə alimləri bu ümmətin peyğəmbərlərin varisləri edib. Onlar yer üzərinin, qardaşlarım, çıraqlarıdır. Qaranlıq içərisində Allahın izni ilə yol göstərən rəhbərlərdir. Qəlbləri biiznillah, Rəbbimin izni ilə dirildən, hidayətə yönəldən, hidayət məhşəlləridir. İnsanlar yemək və su içmək halında bədənlərini yaşadırlar. İnsanların bədənlərinin yaşaması yeməklə və su içməklə olur. Alimlərin elm vermələri isə, danışdıqları isə onların qəlblərinin yaşamasına yönəldir. Allah Azza və Cəllə, qardaşlarım, Mücədələ surəsinin 11-ci ayəsində buyurur ki, Allah sizdən iman gətirənlərin və elm verilənlərin dərəcələrini yüksəldər. Qardaşlarım, vallahi, Quran-Kərimdə bu ayələrə diqqət etsək, görərik ki, bu ayə elm əhlinin Allah qatındakı yüksək məqamına necə də açıq-aşkar bir dəlildir. Çünki Allah Azza və Cəllə onları iman əhli ilə birlikdə zikr etmiş və onların dərəcələrinin ucalığını xəbər vermişdir. Əgər Allah Azza və Cəllə, qardaşlarım, elm verilən kəslərin dərəcəsinin yüksək olduğunu öz Quran-ı Kərimində danışmış olduğu sözlərində yüksək olduğunu bildirmişsə, insan yer üzərində onların hörmətini hansı bir şəkildə saxlamalıdır? Onlara necə hörmət etməlidir? 7 qat göyün üzərindən Allah Azza və Cəllə özünə layiq olan bir şəkildə danışaraq onlara necə də uca bir məqam sahibi olduqlarını bəyan edib. Muhammed sallallahu aleyhi və səlləm hədislərinə baxdığımız zaman görürük ki, alimlərin nə qədər üstün məqamda olduqlarını xəbər verir. Yalnız ibadət üzərində olanlardan, abidlərdən alimlərin üstünlüyü neçə hədislərdə bəyan edilmişdir, neçə yerlərdə vurğulanmışdır. Bu ümmətin, qardaşlarım, öndərləri, imamları, öndə gedənləri, sələf alimləri, salih əqidə, mənhəc, yol üzərində olan elm əhlinin nə qədər hörmətli olduğunu və hörmətlərinin qorunmasının dinin qorunması olduğunu vurğulamışlar. Alimlər deyir ki, qardaşlarım, elm əhlinin hörmətini qorumaq dinin qorunmasının bir hissəsidir. Onlar belə hesab edirdilər. Elm əhli qorunarsa Allahın dini qorunar.
Çünki alimlərin hörmətdən düşməsi insanların elmə qarşı ehtiramını zəiflədər. Sünnənin nurunu azaldar, bidətlərin yayılmasına və fitnələrin artmasına səbəb olar. Subhanallah. Yəni, alimlərin hörməti kiçik bir şey deyil. İmam Əvzai, rahiməhullah, qardaşlarım, buyurur ki, elm aradan qalxmaz, lakin alimlər gedərsə, insanlar cahilləri özlərinə başçı seçib başçı edərlər. Elm olduğu yerdə duracaq, elm kitablarda qalacaq, rəflərdə, üst-üstə yığılan kitablarda yatacaq. Lakin elm aradan belə getməz. Elm alimlərin ölməsi ilə, hörmətdən düşməsi ilə, onların heçə sayılması ilə, sözlərinə baxılmaması ilə aradan gedər. Alimlər gedərsə, insanlar cahilləri özlərinə başçı seçərlər. Bununla azarlar və azdırarlar. Onun üçün, qardaşlarım, həqiqətən insanların ən xoşbəxt olduğu zaman alimlərin qədrinin bilindiyi zaman, alimlərin hörmətinin saxlandığı vaxtlardır. Çünki elm əhlinin yoxluğu sadəcə insanların məlumatsız qalması demək deyil. Qəlblərinin qaranlıqda qalması, sinələrinin və bütün bədənlərinin və bütün həyatlarının qaranlığa qərq olması deməkdir. Buna görə də alimlərlə davranış xüsusi bir ədəb tələb edir. Alimlərlə davranışın xüsusi bir ədəbi var. Onlara adi insanların davranıldığı kimi davranılmaz. Adi insanlarla bir kəsin davrandığı kimi alimlərlə, elm tələbələri ilə dəvət üzərində haqqa çağıran, Allaha çağıran, ona yönəldənlərlə eyni davranılmaz. Bu, sələfin yolu olmayıb. Onlar elm əhli ilə sıravi insanlarla davrandıqları kimi davranmayıblar. Onun üçün, əziz qardaşlarım, 10 bənddən ibarət alimlərin etmiş olduğu nəsihət var ki, onları qardaşlarıma yönətmək istəyirəm ki, hər bir qardaşım, hər bir kəs, hər bir müsəlman, hər bir şəhadət gətirən, hər bir özünü bu dinə nisbət edən hər kəs vallahi bunu dinləməlidir, bunu bilməlidir, bunu yaymalıdır, bunu insanlara çatdırmalıdır. Bu qardaşlarım elm əhlinə, şəxsiyyətlərinə, ata və analarına, varlarına və dövlətlərinə görə hörmət edin və hörmətə çağırılması demək deyil. Bu, qardaşlarım, elm əhlinə daşıdıqları yükə, adları üzərindədir elm əhli. Allahın və Rasulunun və bu ümmətin alimlərinin yüklərini, elmlərini daşıdıqları üçün hörmət olunmaq əmr olunub. Birinci, qardaşlarım, elm əhlini üstün tutmaq və onların qədrini bilmək. Müsəlman elm əhlinin qədrini bilməlidir. Vallahi ovucunda daşımalıdır, elminə görə. Allah Azza və Cəllə buyurur ki, de, heç bilənlərlə bilməyənlər bir olarmı? Zümər surəsinin 9-cu ayəsində. Bu ayə alimlərin üstünlüyünə açıq bir dəlildir. Çünki Allah Azza və Cəllə bilənlə bilməyənin, alimlə sıravı olan birinin, elm əhli ilə cahilin eyni olmadığını bəyan edib. Allah Azza və Cəllə eyni tutmayıb onları. Abdullah İbn Abbas radiyallahu anh buyurur ki, alimlər peyğəmbərlərin varisləridir. Alim sadəcə danışan insan deyil, sadəcə söz deyən, xütbə verən, mövzə edən biri deyil. O, Allahın kitabını, subhanallah, və Muhammed sallallahu aleyhi və səlləmin sünnəsini və sələfin yolunu daşıyan bir varisdir, mirasçıdır. Mal daşımır, pul daşımır. Üzərində hansısa bir zənginin, varlının, oliqarxın və yaxud da malları və dövlətləri olanların pulunu daşıyan bir varis deyil. Allahın kitabını daşıyan bir varisdir. Muhammed sallallahu aleyhi ve sellemin sünnəsini daşıyan bir varisdir. Və sələfin yolunu, salihlərin, imamların, öndərlərin yükünü, yolunu daşıyan bir varisdir. Buna görə də qardaşlarım, alimlərin qədrini bilməmək
qəlbdəki elm hörmətini zəiflədir, öldürür. Onun üçün alimin qədri və qiyməti bilinməlidir. İmam Əhməd ibn Həmməl rahimehullah buyurur ki, insanlar yeməyə və içməyə nə qədər möhtajdırsa, elmə ondan daha çox möhtacdılar. Çünki, qardaşlarım, yemək və içmək bədəni yaşadır, elm isə qəlbi yaşadır. Sufyan Əs-Savri rahimehullah buyurur ki, əgər yer üzərində alimlər olmasaydı, insanlar heyvanlar kimi olardılar. Subhanallah. Nə halalı bilərdilər, nə haramı. Nə doğrunu bilərdilər, nə səfi. Nə yolu bilərdilər, nə gedişatı. İmam Əş-Şəfi'i rahimehullah buyurur ki, kim Quran öyrənərsə, onu dəyəri insanlar arasında yüksələr. Kim fiqh öyrənərsə, məqamı ucalar. Quran öyrənənin, qardaşlarım, dəyəri yüksələr. Fiqh öyrənənin, onları olmazı, halalı, haramı öyrənən isə məqamı uca olar. Elm əhlini adi insanlar kimi görmək, onların məclisində boş söhbət məclisi olaraq saymaq və yaxud da onların məclisində istədiyi kimi davranmaq, istədiyi söhbəti etmək, onların nəsihətlərinə laqeyd yanaşmaq, laqeyd qalmaq, vallahi və billahi və tallahi, böyük məhrumiyyətdir, qardaşlarım. Vallahi böyük məhrumiyyətdir. İnsan sanki gündəlik bu alimlərlə, elm tələbələri ilə oturur. Allah Azza və Cəllə nəsib edib, gəlib elm tələbəsi ilə bərabər olmağa, bir məclisdə oturmağa, görürsən ki, gündəlik öz dostu ilə buradan sonra çıxıb gedəcəyi çay məclislərində, yolda, maşında, iş yerində edə biləcəyi söhbəti gəlib bu elm əhlinin məclisində də eləyir. Alış-verişindədir, ticarətindədir, söhbətindədir. Maşınının təkərinin deşilməsində və yaxud da rolunun xarab olmasından danışır. Məhrumdur insan. Başa düşmür ki, kimin məclisindədir. Məsələ oradakı yuxarı başda oturan şəxsdən adının nə olmasından getmir. İstər Osman olsun, istər digər olsun, istər Əhməd olsun. Orada oturanın adı fərq etməz. Orada oturanın nə danışdığı, hansı yükü daşıdığı bu fərq eləyir. Onun üçün alimin qədrini bilmək, onun yanında oturub laqeyd davranmamaqdır. Gündəlik məişətində, evində, ailəsi ilə, uşaqları ilə, iş yoldaşları ilə etmiş olduğu söhbəti onun məclisində etməməlidir. Bu, qardaşlarım, məhrumiyyətdir. Alimlərin qədrini bilmək əslində, qardaşlarım, bunu bil, vallahi. Allahın dininin qədrini bilməkdir. Rasulullah sallallahu aleyhi və səlləmin sünnəsinin qiymətinin bilinməsidir. Kim alimləri ucaldarsa, Allah onun qəlbində elmə sevgi yaradar və onu haqq yolunda sabit saxlayar, haqqa yaxınlaşdırar, haqqa isabət etdirər. Sonra isə, qardaşlarım, ikinci məsələ, alimlərin etmiş olduğu tövsiyələrdən elm əhli ilə, elm tələbələri ilə danışarkən ədəbli olmaq, ədəbli danışmaq və təvazükar olmaq. Allah Azza və Cəllə, qardaşlarım, Hucurat surəsinin 2-ci ayəsində buyurur ki, ey iman gətirənlər, səsinizi Peyğəmbərin səsindən ucaltmayın, ondan daha yüksək etməyin. Bu, qardaşlarım, bu ayə Muhammed sallallahu aleyhi və səlləmin haqqında nazil olsa da, alimlər deyir ki, onun varisləri olan alimlər, elm tələbələri də bu ayəyə daxildilər. Alimlərlə davranış da bu ayədən götürülən dəlilə əsasən olmalıdır. Bu ayədən böyük ibrət olaraq götürülməli. Necə ki, Allah Rasulunun yanında onunla adi, sadə biri kimi davranılmamalı, danışılmamalı, səsi onun səsindən uca çıxmamalıdırsa, eləcə də qardaşlarım, onun sözünü danışanlar var, mirasçılar.
Qalə Rasulullah, qalə və qalə Rasulullah. Allah belə dedi, Rasulu belə söylədi deyənlərin yanında da səslər uca çıxmamalıdır. Onlarla danışarkən insan ədəbli olmalıdır. Bu ayə, sən Allahın ayəsinə tabe olmalısan. Özünü vallahi ədəbləndirməlisən. Sənə vacibdir bu. İmam Malik rahimehullah danışarkən səsini yüksəldən insanları heç vaxt sevməzdi. Deyirdi ki, bu məsciddə Muhammed sallallahu aleyhi və səlləmin yanında səsi yüksəltmək qadağan edilmişdirsə, onun elmini daşıyanların yanında da eynisi olmalıdır. Allah Rasulunun o danışdığı zaman səslər, onun səsini ötməsi, onun səsini bastırması qadağan olmuşsa, onun sözünü insanlara çatdıranların da səsi basılmamalıdır. Abdullah ibn Mübarək rahimehullah buyurur ki, biz elm öyrənməzdən əvvəl ədəb öyrənərdik. Ədəb öyrənərdik. Sələf alimlərinin məclislərində elə bir heybət olardı ki, qardaşlarım, insanlar sakitlikdən tərpənməməyə elə cəhd edərdilər ki, elə çalışardılar ki, sanki onların üzərinə quş qonmuş kimi oturardılar. Sanki qorxardılar ki, başlarına sanki quş qonub dəbərsələr uçacaq. Tərpənməkdən belə çəkinərdilər. İmam Malik rahimehullahın məclisində insanlar elə oturardılar ki, sanki başlarının üzərinə quş qonub. Elm məclisində, qardaşlarım, yüksək səslə danışmaq, elm əhlinin sözünü kəsmək, mən nəsə bu məsələdə səninlə razı deyiləm, bilməyən bilənlə bir ola bilməz. Məsələ sənin razı olmağın deyil, məsələ sənin elm məclisində ədəbli olmağında. Yüksək səslə danışmaq olmaz. Görürsən biri, sən danışırsan, o da səninlə bərabər telefonla danışır biri ilə. Telefonla danışır. Sanki gündəlik gördüyü, tanıdığı, tapdığı bu elm adamı ilə gündəlik bərabər olur. Məhrumdur, məhrum. Və yaxud da sözün kəsir, və yaxud da mübahisə eləyir. Subhanallah. Alim danışarkən telefonla danışır, elm əhli danışarkən telefonla danışır və yaxud da başqa bir işlə məşğuldur. Elm tələbəsi orada danışır. Bu da burada iki nəfərə hansısa bir məsələnin alış-verişini eləyir. Subhanallah. Vallahi o məclisə gəlməsəydim, halım bundan daha xeyirliydi. Çünki bu məclisə gələrək nə qədər ədəbdən, nə qədər əxlaqdan kasıb olduğumu göstərdi. Nə qədər məhrum olduğumu, Allahın dinini bilmədiyi, elm əhli ilə necə davranış ədəbinin olduğunu bilmədiyi göstərdi. Bu qardaşlarım, ədəbə zidd davranışdır. Yüksək səslə danışmaq, elm əhlinin sözünü kəsmək, onunla mübahisə etmək, elm tələbəsi danışarkən, söhbət edərkən telefonla danışmaq və yaxud da başqa bir işlə məşğul olmaq. İmam Zəhəbi rahimehullah deyir ki, elm nurdur. Subhanallah, elm nurdur. Bunu qardaşlarım, bu nuru yalnız elmin qədərini, dəyərini bilənlər bilər. Və Allahın nuru asi və ədəbsiz insanlara verilməz. Orada oturub, vallahi, əgər elmi ədəbin olmayacaqsa, sən oradan fayda götürməyəcəksən. Sadəcə oturub, bir saatın orada keçəcək, vaxtın gedəcək, sən oradan faydalanmayasan. Bu nur sənə verilməyəcək. Nur ədəbsizə verilməz. Allahın dininin ədəbini, Rasulullah sallallahu aleyhi və səlləmin sünnəsinin ədəbini qoruya bilməyənlərə elm verilməz. Nəticə olaraq, qardaşlarım, elm məclisinin bərəkəti ədəblə qorunur. Təvazu ilə oturan insan elm qazanar, qardaşlarım. Təkəbbürlə oturan, qarşısında Allah və Rasulunun elmini daşıyan kəsə hörmət etməyən məhrum olar, qardaşlarım. Sonra isə üçüncü məsələ, özünü alimlərin yanında, elm tələbələrinin yanında üstün görməmək, insan özünü üstün görməməlidir. Üstünlük yalnız Allah Azza və Cəllənin elmi daşıyanlardadır. Üstünlük ondadır. Bir insanın
elm əhli ilə onun qarşısında özünü böyük aparması, bu həmin kəsin qəlbinin xəstə olmasının göstəricisidir. Vəzifə, sərvət, mal, dövlət, soy, nəsil, nəcabət, dünya məqamı. Qardaşlarım, bunlar alimlərin yanında insana üstünlük verməz. Kimsəni üstün etməz. Nə vəzifə, nə mal, nə dövlət, nə insanın varı, nə pulu, nə maşınının gözəl olması. Alimdən üstün etməz səni, sənə üstünlük vermir bunlar. Çünki bunlar kafirlərdə də var, münafiqlərdə də var. Amma elm yalnız Allahın istədiklərində var. Onun üçün insan özünü üstün görməməlidir. Çünki elm məclisində insanların üstünlüyü təqva, ixlas, təvazu və elm ilə ölçülür. Mücahid rahimehullah deyir ki, təkəbbürlü və utancaq insan elm öyrənə bilməz. Elm öyrənə bilməz. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, kim Allah üçün təvazökarlıq edərsə, özünü üstün tutmazsa, təkəbbürlü olmazsa, qarşısındakı elm tələbəsi kasıb olsa belə, zəngin olmasa belə, miniyi sənin miniyindən aşağı olsa belə, varı, dövləti, cibləri bomboş olsa belə, vallahi Allah Resulü deyir ki, kim Allah üçün təvazökarlıq göstərərsə, Allah onu ucaldar. Fərq etməz sənin malın, pulun, maşının nədir? Təvazökar olsun, Allah səni ucaldacaq. Baxmayaraq ki, qarşındakının cibləri bomboşdur. Lakin bu sənə ondan üstün olmağı gərəkdirməz. Ömər ibn Xattab radiyallahu anhu xəlifə olmasına baxmayaraq, xilafətin sahibi olmasına baxmayaraq, elm əhli ilə bərabər məclislər qurardı. Onların yanında tələbə kimi oturardı. Onlara sual verərdi. Böyük sahabi, subhanallah, Muhammed ibn Sirin, qardaşlarım, rahimehullah, deyirdi ki, bu elm dindir, sənin dinindir. Bax, sənin dinindir, subhanallah. Hansı ki, sənin dinini bu adam özündə daşıyır. Sənin ona ehtiyacın olur. Suallar, haramlar, halallar, olarlar, olmazlar, dünya və axirətin. Elə isə, bax gör dinini kimdən götürürsən? Və bu elm əhli, sələfi elm əhlidirsə, səhih əqidə və mənhəc üzərindədirsə, sağlam, elm, ədəb, əxlaq üzərindədirsə, vallahi, vallahi, onunla təkəbbürlü davranılmaz. Təkəbbürlü davranılmaz. Sələf alimlərin yanında öz fikirlərini üstün tutmazdılar. Sələf salih, onlar alimlərin sözünü bölməzdilər. Öz nəfslərini geri çəkərdilər. Onlar alimləri üstün bilirdilər. Alimlər, qardaşlarım, deyirdilər ki, elm tələbəsi müəllimin qarşısında xəstənin həkimin qarşısında olduğu kimi, oturduğu kimi hər sözünə, hər hərfinə diqqətlə qulaq asıb xəstəliyinin nə olduğunu öyrənən biri kimi olmalıdır. Necə ki, qardaşlarım, hər birimiz xəstələnirik. İnsan həkimin yanına gedəndə bir yeri ağrıyırsa, necə təvazökar oturur, necə onun sözünü kəsmir. Çünki bilir ki, qarşısındakı bilir, elmin sahibidir. Və bilir ki, bədəninin sağlamlığı var, bilir ki, dünyasının qurtuluşu var. Bəs alimlərin, elm tələbələrinin yanında sən ondan daha xəstənin həkimin qarşısında oturduğundan daha böyük bir təvazu ilə oturmalısan. Çünki həm dünyavın, həm də axirətivin, həm bədənivin bu dünyada, həm də axirətdə qurtuluşu var. Vallahi var. Elm, qardaşlarım, qəlbə təvazu ilə daxil olar, təvazökarlıqla. Özünü böyük görən insan çox vaxt haqqı qəbul etməkdən məhrum qalar. Dördüncü nəsihətimiz, qardaşlarım, alimləri adi insanlarla eyni səviyyədə tutmamaq. Alimlə, bilənlə, bilməyən eyni tutulması fitnənin başlanğıcıdır, qardaşlarım. Fitnənin başlanğıcıdır. Alim adi insan deyil, qardaşlarım. O, Allahın ayələrini və Muhammed sallallahu aleyhi ve səlləmin sünnəsini daşıyan bir varisdir. Necə ki, İbn Abbas radiyallahu anh'ın sözünü gətirdi.
Alimlər peyğəmbərlərin varisləridir. Şeyxülislam İbn Teymiyyə deyir ki, qardaşlarım, insanların alimlərə ehtiyacı yemək və içməkdən daha böyükdür. İmam Əhməd deyir ki, alimlərin qədrini yalnız elm sahibi olanlar bilər. Sələflər, qardaşlarım, alimlərin məclisinə xüsusi ehtiram göstərməklə hörmətini qaldırardılar. Onlar, qardaşlarım, boş söhbət adamı kimi görməzdilər. Gedək onlarla vaxtımızı keçirdək düşünməzdilər. Gedək çay süfrəsi var deyə dəyərləndirməzdilər. Gedək Allah və Rasulunu bizə öyrədəcək, yolumuzu göstərəcək. Əqidə və mənhəcimizdə bizi cənnətin yolunu aparacaq, cəhənnəmdən qurtaracaq bir adamın yanına gedək deyirdilər. Boş adam kimi baxmırdılar. Bugün isə qardaşlarım, bəzi insanlar dünya əhlinə qarşı son dərəcə ehtiramlı olduqları halda, birinin malı varsa, birinin maşını varsa, birinin zənginliyi varsa, onlara qarşı elə bir ehtiram göstərir ki, vallahi, subhanallah, adam utanır. Adam utanır baxanda ki, zəngindir deyə, vəzifəlidir deyə, hansısa bir məqam, məkan, dünyavi cəhətdən hansısa bir yer tutur deyə, dünya əhlinə qarşı elə bir ehtiram göstərir ki, hansı ki, qıraqdan baxana bu utanc verici gəlir. Lakin baxırsan ki, alimlərlə danışarkən kobud davranır. Onları adi insan kimi mühakimə edir. Onlar barəsində hökmlər verir. Dillərini onların haqqında qorumur. Onlar haqqında rahat şəkildə işlədir. Dili sağa və sola onları kəsir. Bu isə vallahi qardaşlarım, həmin şəxsin qəlbinin xəstə olmasını göstərir. Nəticə isə qardaşlarım, alimləri insan səviyyəsinə endirmək. Biz insan səviyyəsinə, adi insan səviyyəsi dedikdə, elmli insanla cahil insan nəzərdə tuturuq, ha? Yoxsa yəni ətdən qandan olması etibarıyla o da məxluqdur, o da adi insandır. Lakin biz burada qeyd etdiyimiz, üzərində durduğumuz, bilənlə bilməyən insan olaraq dəyərləndiririk. Alimi, adi, siravi, cahil bir insan səviyyəsinə endirmək, bu elmin nurunun zəifləməsinə və insanların haqdan uzaq düşməsinə səbəb olacaq, qardaşlarım. Sonra isə, qardaşlarım, 5-ci məsələ, hansı ki, alimlər qeyd edirlər ki, alimlərə qarşı diqqətli və ədəbli olunmalıdır. Alimlərin qeybətindən və onlara qarşı hörmətsizlikdən çəkinmək. Alimlərin qeybəti, qardaşlarım, adi sıravi insanların qeybəti kimi deyil. Çünki alimə dil uzatmaqda insanlar elmdən soyuyor. Yəni, hansısa bir elm tələbəsi haqqında, elm əhli haqqında, dəvətçi olan bir qardaşımız haqqında boş-boş danışılıb, onun səviyyəsi aşağı salınırsa, bu, qardaşlarım, elmdən insanların soyumasına gətirib çıxardacaq. Bu, qardaşlarım, sünniyə qarşı hörmətsizlikdir. Bu, sünnəyə qarşı hörməti azaldacaq. Sünnəyə qarşı hörməti azaldacaq. Və cəmiyyət bundan zərər görəcək, vallahi. Onun üçün İbn Əsəkir, rahiməhullah, deyirdi ki, alimlərin əti zəhərlidir. Digərlərinin əti yeyilərsə, insan həlak olursa, alimlərin əti zəhərlidir, iynədikdə həlak olarsan. Yəni, onların abrına, onların namusuna, onların özünə dil uzatmaq, onlara toxunmaq, bu aqibəti çox pis olan bir təhlükəli bir şeydir. Çox təhlükəli bir şeydir. Əbu Qələbə, rahiməhullah, deyir ki, bir insanın alimə qarşı dil uzatdıqda, əgər görsün ki, bir insan alimə qarşı dil uzadır, bil ki, onun aqibəti çox pis olacaq. Bil ki, onun aqibəti çox təhlükəlidir. Onun üçün, qardaşlarım, elm əhlinə qarşı sərbəst, filan kəs belədir, filan kəs elədir, filan kəs bilmir, filan kəs cahildir, filan kəs də özünü adam sayır, elm sayır, elm əhli sayır, dəvətçi sayır deyərək dili elm tələbələrinə, Allah və Rasulunun dinini yayanlara qarşı sağa sola yönətmək, qılınc kimi onları kəsmək, bil ki, vallahi onların aqibəti, sonluğu yaxşı olmayacaq. İmam Əhməd deyirdi ki, alimlərin eyiblərini axtaran insanın qəlbi ölür. Ölü qəlbdir.
Ölü qəlbdir. Bu dövrdə qardaşlarım, insanların çoxu alimlərin səhvlərini axtarmaqla məşğuldular. Elm tələbələrinin xatalarını axtarmaqla sanki özləri ağappaq bir vərəqdilər və qalıb bir dənə elm tələbələri, qalıb bir dənə alimlər. Sələflər qardaşlarım elm əhlinin dərsinə gedəndə yolda sədəqə verərdilər. Sədəqə verərdilər ki, ya Rabbi, mənim alimimin, elm tələb etdiyimin, elm almaq üçün yanına getdiyimin, bu elm əhlinin eyiblərini məndən gizlət. Onun eyibləri mənə aid deyil, mən görməyim, mən axtarmayım. O hesabı Allaha verəcək. Amma mən görməyim, çünki gördüyüm zaman elmin qiyməti mənim qəlbimdən düşəcək. Onun dəyəri qəlbimdən düşəcək və mən onun yanına elm almağa getməyəcəm. Və bugün isə oturub çayxanada oturub alimlərin ətini yeyirlər. Alimlərin ətini yeyirlər. İmam Əhməd rahimehullah deyirdi ki, alimlərin eyiblərini axtaran insanın qəlbi ölür. Onun üçün qardaşlarım, halbuki sələflər öz qüsurlarını axtarırdılar. Özlərinə baxırdılar ki, mən nəyəm, mən nə etmişəm, mən hansı haldayım. Nəyin ki, oturub alimlərin xatalarını axtarar. Əlbəttə ki, qardaşlarım, alimlər məsum deyil, elm tələbələri məsum deyil. Ləbuddur ki, onların da xataları və səhvləri var. Hər bir insan səhv edə bilər. Lakin elm tələbələrinin səhvlərini axtarmaq, onların səhvlərini yaymaq, onların hörmətini sındırmaq və insanları onlardan uzaqlaşdırmaq, bu böyük bir fitnəyə səbəb olur, qardaşlarım. Vallahi bilmədiyin, bəlkə bundan sonra 100 il yaşasan da, sən bilməyəcəksən ki, sən nələr elədin. Elm əhlinin əqrəb kimi sancılmasını gözləyərək. İmam Tahavi rahimehullah, qardaşlarım, deyirdi ki, alimlərin abrını qorumaq, yəni onların ayıblarını açmamaq, sünnə əhlinin əlamətlərindəndir. Alimlərin, elm tələbələrinin axtarmamaq, qeybətini etməmək, bu dəlildir ki, sən sünnə əhlindənsən. Sən sünnə əhlindənsən. Onun üçün, qardaşlarım, nəticə olaraq alimlərə dil uzatmaq qəlbin xəstəliyinə işarədir. Və çox vaxt, qardaşlarım, insanın elm almağın bərəkətindən məhrum olmasının səbəblərindən olur. Altıncı, qardaşlarım, alimlərin etmiş olduğu tövsiyələrdən insanın elm məclisində gözəl oturması və gözəl dinləmə ədəbi olmalıdır. Gözəl şəkildə oturmaq ədəbi olmalıdır və həmçinin dinləmə ədəbi olmalıdır adamın. Qardaşlarım, sələflər ümmətin öndərləri, alimləri elm məclisində elə oturardılar ki, alimlərin məclisində elə otururdular ki, sanki başlarının üzərində quş var. Tərpənmirdilər, subhanallah, tərpənmirdilər. Ona qalmış ki, sanki elm tələbəsinin qabağında, divanda uzanırmış kimi oturduğu stula elə bir yayxanır ki, sanki kurorta gedib istirahət mərkəzindədir. Vallahi, sən ədəbdən elə dik oturmalısan ki, elmin qarşısında. Qardaşlarım, elm məclisi boş söhbət yeri deyil, bunu bil. Ora qəlblərin tərbiyə olunduğu və nəfslərin saflaşdığı bir məkandır. Qəlbin tərbiyə olunmalıdır orada. Nəfsün saflaşmalıdır. İmam Malik, rahimehullah, qardaşlarım, hədis danışmadan əvvəl, hansı ki dərsə gedəcəkdi, qusl alırdı. Adam dərsə gedəndə qusl alırdı. Gözəl paltarını geyinirdi və ətirlənirdi. Çünki getdiyi yerin nə olduğunu, oturacağı məqamın da kimin məqamı olduğunu bilirdi. Allah Rasulü Muhammedin sallallahu aleyhi ve sellem. Ona bunun səbəbini soruşanda buyururdu ki, mən Peyğəmbər sallallahu aleyhi ve sellemin hədislərinə hörmət edirəm. Danışan da hörmət etməlidir. Qulaq asan da qardaşlarım. Qardaşlarım, sələf alimləri, bu ümmətin öndərləri elm məclislərinə qusl alıb gəlir, dəstəmaz alıb gəlirdilər. Böyük ehtiramla otururdular və diqqətlə dərsi dinləyirdilər. Bugün isə qardaşlarım, dərsdə oturan telefonla aşağıdan mesaj yazır. Biri qulağına tutub WhatsApp'dan gələn mesajı dinləyir.
Biri o birisinə səs atır, biri qışqıraraq danışır. Diqqətsiz davranmaq, qardaşlarım. Alim danışarkən başqa söhbətlə, başqa işlə məşğul olmaq, demək, gülmək, bu həmin şəxsə qarşı deyil, vallahi. O səni bu gün görür, bir də bəlkə siz 5 il sonra, 1 il sonra, 3 ay sonra görüşəcəksiniz. Bu, elmə qarşı hörmətsizlikdir. İnsan özündə, öz içərisində, qəlbində Allaha, onun dininə və bu elmə qarşı ədəb yükünü daşımalıdır. İbn Abdülbar, rahiməhullah qardaşlarım, deyirdi ki, elmin ilk mərhələsi susmaqdır. Dərsdə, elm məclisində susmağı bilməlisən. Sonra isə dinləməkdir. Sonra isə əzbərləməkdir. Sonra isə əməl etməkdir. Sonra isə onu yaymaqdır. Bu ədəbdir. Subhanallah. Elmin ilk mərhələsi sus. Gəl, sus orada və gözəl şəkildə dinlə, əzbərlə, əməl et, sonra isə onu yay. Onun üçün, qardaşlarım, nəticə budur ki, elm məclisinin ədəbi, elm bərəkətinin açarıdır, qardaşlarım. Orada ədəbli olmaq sənə bərəkətin açarını verəcək. Vallahi, həyatında elə bir gözəl şəkildə bərəkətlər gələr ki, hardan, nə üçün, necə olduğunu belə bilmərsən. Qardaşlarım, kim məclisə hörmət edərsə, Allah da onun elminə fayda verər və oradan durduğu zaman faydalanmış bir şəkildə qalxar. 7-ci məsələ, qardaşlarım, hansı ki, alimlər elm tələbələrinə, elm əhlinə, dəvətçi, səhih əqidə və mənhəc üzərində olan dəvətçilərə qarşı olan ədəbdən deyirlər ki, elm əhli üçün, qardaşlarım, dua etmək. Bu, onların haqqını ödəməkdəndir. Sanki sən onun haqqını ödəyirsən. Bəzən görürsən, qardaşlarım, elm əhlinə, məsələn, adı ilə çağırır. Osman, məsələn, deyir, Əhməd, Abdullah, Səyid. Qardaşım, sən elm əhlini çağırdığın zaman onun üçün ilk öncə dua etməlisən. Müəllim deməlisən. Böyük elm əhlidirsə şeyx deməlisən. Şeyx, müəllim, Allah sənə bərəkət versin, Allah səni qorusun, Allah səni izzətləndirsin, elmivi bərəkətli etsin. Dilindən qəlblərə getməsinə, sənin dilindən çıxıb onların qəlbinə getməsinə, əməllərində tətbiq edilməsinə sənə yardım etsin, dua eləməlisən. Qardaşlarım, elm əhli gecələrini gündüzə qataraq, insanların doğru yola hidayət olmaları üçün çalışırlar. Onların hidayəti üçün sərf eləyirlər. Buna görə də onların haqqını tanımaq, onlar üçün dua etmək, bu, ümmətin sələfinin yolundan idi, qardaşlarım. Onlar üçün dua etməlisən sən. Onlarla danışanda da, onlar sənin yanında olanda da, olmayanda da. İmam Əhməd, qardaşlarım, rahiməhullah, gecələr müəllimləri üçün dua edərdi. Müəllimləri üçün dua edirdi gecələr. Subhanallah, bu ədəbdir. Və sən də eləməlisən, vallahi. Qardaşlarım, ümmətin sələfləri alimlər üçün dua etməyi qəlbin təmizliyindən hesab edirdilər. Kim dua edirdisə, deyirdilər ki, onun qəlbi təmizdir. Çünki ona axirət xeyirlərini istəyən, dünya hökmlərini çatdıran biri üçün xeyir dua edir. Bu da, qardaşım, yaxşılığın qarşılığında yaxşılıqla cavab verməkdir. İbn Qayyim rahiməhullah deyir ki, alimlər üçün edilən dua insanın elmə olan sevgisinin əlamətindəndir. Elm əhlini sevmək, elmi sevməkdir. Elm əhlini sevmək, elm tələbələrini sevmək, alimləri sevmək, dəvətçiləri sevmək, Allah və Rasulunu sevməyin əlamətindəndir. İnsan, qardaşlarım, alimlər üçün dua etdikcə, onların qədrini daha da çox anlayır. Vallahi. Qəlblərində kin və həsəd onlara qarşı gedir. Qardaşlarım, kimin qəlbində kin və həsəd olarsa, həmin şəxsi görmərsən ki, alimlərə, elm tələbələrinə dua etsin. Kimin qəlbi kinlə, həsədlə, paxıllıqla, ədəbsizliklə dolarsa, onlar elm əhlinə dua etməkdən uzaq olarlar. Allah Azza və Cəllə, qardaşlarım, Quran-Kərimdə Həşr surəsinin 10-cu ayəsində buyurur ki, onlardan sonra gələnlər belə deyərdilər. Sahabələrdən sonra gələnlər. Sahabələr elm əhli idilər. Dua edirdilər. Ey Rəbbimiz,
bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Subhanallah, onlar üçün dua edirlər, sahabə, o alimlər üçün. Və bu sənə ibrətdir, Allahın ayələridir. Və qəlblərimizdə iman gətirənlərə qarşı kin qoyma. Sən də eyni bu duanı eləməlisən. Allah Azza və Cəllə öyrədib. Sonra gələnlərə ki, öndə gedənlər üçün, alimlər üçün, elm tələbələri üçün, gecəsini gündüzə qatan, sənin hidayət olunmağı istəyən kəslər üçün dua etməlisən. Alimlər üçün dua edən insan qardaşlarım onların fəzilətini tanımış olur. Və bu qəlbin salamatlığının əlamətlərindəndir. Kimi ki, görsən ki, alimlər üçün, elm tələbələri üçün dua edir, bil ki, qəlbi sağlamdır, mənhəci qavimdir, yolu doğrudur. Sonra isə qardaşlarım, 8-ci məsələ hansı ki, alimlər bu barədə tövsiyə ediblər. Bu qardaşlarım, alimlərin nəsihətini qəbul etmək və bu onların etmiş olduğu nəsihət, elm tələbələrinin insanlara yönətmiş olduğu nəsihət, insanlara, nəsihət olunanlara ağır gəlməməsi. Qardaşlarım, elm tələbələri kimsəni alçaltmaq üçün nəsihət etməz. Lakin onlarda olan xatanı düzəltmək üçün nəsihət edərlər. Əgər elm tələbələri hər hansısa bir kəsə yönəlmiş olduğu sözünü, nəsihətini yönəldirsə, onu alçaltmaq üçün demir. Vallahi insan sevinməlidir. Sevinməlidir ki, həmin şəxs onu sevir. Çünki o xata üzərində onun getməsi həlak olmasıdır. Onun həqiqətən alçalmaması üçün həm dünyada, həm də axirətdə bu elm tələbəsinin, alimlərin ona nəsihətidir. Qardaşlarım, nəfs daim təriflənməyi sevir. İstəyir ki, hamı bunu tərifləsin. Özündə olan nöqsanı da bilir, vallahi bilir. Nə qədər zəif olduğunu, nə qədər aciz olduğunu, nə qədər günahkar olduğunu, nə qədər günahlarda batdığını, günah bataqlığında qalıb çabaladığını özü də bilir. Amma yenə də həmin o zalım nəfs istəyir ki, təriflənsin. Buna görə də bəzi insanlar elm tələbələrindən gələn nəsihətlərə qarşı qəlblərində kin saxlayırlar. Allergiya verir, subhanallah. Allergiya verir. Onun üçün Ömər ibn Xattab radiyallahu anh deyirdi ki, mənə eyiblərimi göstərən insana Allah rəhm etsin. Subhanallah. Subhanallah. Allah səndən razı olsun ey Ömər, ey Xattabın oğlu. Radiyallahu anh. Radiyallahu anh. İbn Qayyim rahimehullah qardaşlarım deyir ki, nəfs üçün ən ağır şey nəsihəti qəbul etməkdir. Amma kimə ki nəsihət edilir, vallahi bilməlidir ki, ona xeyir istənilib. Mömin insan haqq sözü qəbul edər. Kim ki mömindir, həqiqi müsəlmandır, haqqı qəbul edər. Hətta nəfsinə ağır gəlsə belə. Münafiq isə qardaşlarım, daim özünü müdafiə etməyə çalışar. Daim müdafiə edir, nəsihət edənlə vuruşur. Qardaşım, bu sənə pislik istədiyi üçün nəsihətləmir. Sənə nəsihətləyir, haqları deyir, doğruya yönəldir. Sən onunla nə üçün vuruşursan, nə üçün mübahisə edirsən? Sözünü dinlə, subhanallah. İmam Şafii rahmehullah deyirdi ki, qardaşlarım, mən heç kəslə mübahisə etmədim. Heç kəslə mübahisə etmədim. Mübahisə etdiyim kəslərlə də, qardaşlarım, istəyirdim ki, Allah onun dili ilə haqqı ortaya çıxartsın. İstəyirdim ki, kiminlə ki, söhbət edirəm, Allah onun dili ilə haqqı mənə öyrətsin. Demirdi ki, mən aliməm, mən öyrədim. Deyir, istəyirdim ki, onun əli ilə, dili ilə haqq ortaya çıxsın. Bu, qardaşlarım, bu ümmətin sələflərinin nə qədər ixlaslı olmasını göstərirdi. Bu sələfin ixlasını və haqqı qəbul etməkdə, qardaşlarım, sevgisini göstərirdi. Haqqı qəbul etmək qəlbin hidayətidir, qəlbin həyatıdır. Qardaşlarım, nəsihətdən qaçmaq isə nəfsin xəstəliyidir. İnsan bilsin ki, nəfsi xəstədir, müalicə eləsin. 9-cu, qardaşlarım, nəsihətimiz və tövsiyəmiz elm tələbələrinə hörmət etmək. Elm tələbələrinə hörmət etmək. Qardaşlarım, insan deyə bilər ki, bəli, bunlar elm tələbəsidir, alim deyil. Lakin bugünün bəzi elm tələbələri sabahın alimidir.
Hətta böyük alimlərdən olmasalar belə, alimlərin yolu ilə gedənlər, onlara özlərini oxşadanlar, onların nəhci ilə, mənhəci ilə, yolu ilə addımlayanlardır. Qardaşlarım, sələflər, alimlərimiz elm yoluna çıxan gənclərə xüsusi hörmət göstərirdilər. Muhammed sallallahu əleyhi və səlləm deyir ki, kim elm yolunu tutarsa, Allah ona cənnətə gedən yolu asanlaşdırar. Səid ibn Musayyib rahimehullah deyirdi ki, mən bir hədis öyrənmək üçün günlərlə yol gedərdim. Günlərlə yol gedərdim. Bu elm, qardaşlarım, elə bilməyin ki, o stolun başında oturub danışana göydən belə zəmmillə düşüb, adam əziyyət çəkib, adam illərini verib, adam zövqlərdən, ləzzətlərdən kənar durub. İnsanlar zövqlərin, dünyanın, işinin, gücünün ardınca gedəndə adam kitabların, vərəqlərin, səhifələrin, tozlarının arasında olub. Elm tələbəsinin, qardaşlarım, çəkdiyi əziyyətə hörmət etmək lazımdır. Onları, qardaşlarım, məsxərəyə qoymaq, kiçiltmək və ya elm yolundakı zəhmətlərini dəyərsiz saymaq, bu, qardaşlarım, gözəl əxlaqdan deyil. Bəzən, qardaşlarım, bəzi insanlar var ki, subhanallah, bu da çox qəribə hallardandır. Elm tələbələri ilə yaxın olmaq, elm tələbələri ilə bir kəsin yaxın ünsiyyət qurması, onlarla zarafat edə bilmək anlamına gəlməz. Onlarla digər qardaşları ilə davrandığı kimi, istər məsxərə, istər zarafat, istər hansısa bir gülüş obyektinə çevirmək, bu yaraşmaz vallahi. Onlara kiçik düşürtmək. Bəzən görürsən ki, qardaşlar deyirlər ki, bəzən hansısa bir çayxanada və yaxud da yeməkxanada və yaxud da hansısa bir yerdə oturulduğu zaman elm tələbəsi ilə elə davranır ki, elə zarafatlar edirlər ki, aydındır, sanki onların hörmətsiz bir şəxs kimi. Bu icazəli deyil, qardaşlarım. İmam Zuhri rahimehullah deyirdi ki, elm xəzinədir. Onun açarı isə sualdır. Bu səbəbdən, qardaşlarım, elm tələbələrinə qarşı yumşaq davranmaq, onları daha da həvəsləndirmək, onlar üçün dua etmək, onların məqamını üstün tutmaq, bu onları daha da həvəsləndirəcək, elmə yönəldəcək. Nəticə isə, qardaşlarım, elm yolunda olan gəncləri, hətta yaşları çox olanları, dəvətçiləri sevmək, dəstəkləmək, ümmətin gələcəyini qorumaqdır, qardaşlar. Elm tələbələrini sevmək, onları dəstəkləmək, bu ümmətin gələcəyini qorumaqdır. Və sonda isə, qardaşlarım, alimlərin etmiş olduğu 10-cu nəsihət, elm əhlini sevməyi dinin bir hissəsi kimi bilmək. Bilmək ki, qardaşlarım, elm əhlini sevmək Allahın dinindəndir. Alimlər deyərdilər ki, qardaşlarım, bir insanın sünnə əhlindən olmasının əlamətlərindən biri də alimləri sevməsidir. Haqq üzərində olan elm tələbələrini sevməsidir. Allaha və Rasuluna doğru yolda sələfin, sahabənin, tabiinin fəhmi üzərində dəvət edənləri sevməkdir. Sən, qardaşım, əhl-i sünnədən olduğu bilmək istəyirsənsə, bax gör, sən elm əhlini sevirsənmi? Elm əhlinə qarşı ədəblisənmi? Elm əhlinin hörmətini saxlayırsanmı? Yoxsa oturduğun, çay içdiyin yerdə, yeməkxanada, orada, burada ədəbsiz davranırsanmı? Onunla zarafatı ucuz bir hala gətirmisənmi? Ona qarşı hansısa ucuz sözlər işlədirsənmi? Bu sənin sünnə əhlindən tam olmadığını göstərir, əziz qardaş. Özünə diqqət edə. Eyyub əs-Sixtiyani, qardaşlarım, rahimehullah deyərdi ki, sünnə əhlini sevmək insanın sünnəyə bağlılığındandır. Kimin Allah Rasulunun sünnəsinə bağlılığı çox olarsa, o sünnə əhlini sevər, qardaşlarım. Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, insanlar sevdikləri ilə bərabərdir. Vallahi, qardaşlarım, elm əhli olan alimlərimizi, haqq təqva üzərində, doğru mənhəc üzərində olan alimlərimizi, elm tələbələrimizi, elmə dəvət edənləri, haqqa dəvət edənləri Allah üçün sevin. Sevən sevdiyi ilə bərabər olacaq, qardaşım. Alimləri sevmək, onların məsum olduğunu iddia etmək deyil. Biz alimləri sevmək lazımdır. Və bu 10 bənddən ibarət olan alimlərin gətirmiş olduğu onlara qarşı ədəb ərkanı deməyimiz, onların, yəni ətdən qandan yaradılmamış
hansısa qeyri-adi bir məxluq olduğunu demək istəməyimiz deyil. Bunu qatışdırma. Alimlərin elminə görə, sıravı, cahil olmadıqlarına görə, hidayət çıraqları olduqlarına görə, haqqa çağırdıqlarına görə hörmətlərini deyirik, qardaşlarım. Onların sevilməsini dediyimiz zaman onlar günahkar deyil, xataları və səhvləri yoxdur, onlar məsumdur demirik. Onların da xataları var, onların da günahları var. Onlar da insandır. Hər bir Adəm övladı xata edər. Lakin bizim dediyimiz budur ki, qardaşlarım, onların fəzilətini tanımaq lazımdır. Haqlarını qorumaq lazımdır. Onlara, qardaşlarım, dinə xidmətlərinə görə, ümmətə faydalarına görə dəyərləndirmək lazımdır. Bu möminin əxlaqındandır. Bu möminin əxlaqındandır, qardaşım. İmam Bərbəhari rahimehullah deyirdi ki, qardaşlarım, bir insanın alimləri sevdiyini görsən, bil ki, onda xeyir var. Alimlərə kim bəsləmək isə, qardaşlarım, çox vaxt insanların haqdan uzaqlaşmasına səbəb olacaq. Alimləri sevmək, elm tələbələri sevmək insanın qardaşlarım, qəlbini diri saxlayar, elmə yönəldər. Alimlərə kim bəsləyən isə, qardaşlarım, haqdan uzaq durar. Sonda isə, qardaşlarım, yekunda və son nəsihətim, elm əhli bu ümmətin çıraqlarıdır. Elm tələbələri bu ümmətin çıraqlarıdır. Onlara qarşı ədəbli davranmaq, qardaşlarım, sadəcə fərdi bir gözəllik deyil. Bu, dinin qorunmasının yollarındandır. Kim alimlərin qədrini bilərsə, Allah ona elmə qarşı sevgi verər. Kim onları alçaldarsa, qardaşlarım, çox vaxt özü elmdən məhrum olar, azar və yoldan sapar. Elm əhli, qardaşlarım, bu ümmətin qəlbidir. Bu ümmətin qəlbidir. Elm əhli bu ümmətin danışan dilidir. Qardaşlarım, onlar yox olduqda fitnələr artacaq. Vallahi artacaq. Onların olmaması, onların geriyə çəkilməsi, onların hörmətdən salınması fitnələrin artması deməkdir. Onlar olmazsa, onlar geri çəkilərsə, onların olmadığı yerdə, toplumda, cəmaatda bidətlər yayılar. Və qardaşlarım, insanlar haqqı batildən ayırt edə bilməzlər, çətinlik çəkərlər. Sələflər, qardaşlarım, alimlərin hörmətini qorumağı dinin qorunması hesab edirdilər. Deyirdilər ki, alimləri qoruyun, elm tələbələrini qoruyun, bununla siz dininizi qorumuş olacaqsınız. Subhanallah, elm tələbələrinin qorunması sənin dinivi qorumağındır. Sən dini qorumalısan, sənə vacibdir dinivi qorumaq. Eləcə də dolayı yolla alimlərin qorunması, onların sevilməsi, hörmətinin saxlanılması, sənin dinivin hörmətinin saxlanılması, dinivin qorunması deməkdir. Dinivin qorunması deməkdir. Onun üçün, qardaşlarım, alimlərin qədri bilinməlidir. Dinin qorunması, alimlərin qorunması hesab edilir, qardaşlar. Çünki alimə edilən hörmətsizlik əslində onun danışdığı elmə edilən hörmətsizlikdir. Bugün, qardaşlarım, insanların çoxu dünya əhlinə böyük ehtiram göstərirlər. Lakin alimlərin haqqını tanımaqda çox səhlənkardılar. Halbuki, dünyanı dirildən mal deyil. Amma qəlbləri dirildən elmdir, qardaşlarım. Qəlbləri dirildən elmdir. Necə ki, İbn Rəcəb rahimehullah deyirdi ki, elm qəlbin həyatıdır. Əziz qardaşlarım, qardaşlarıma və bütün ümmətə, dilimi bilənə, səsimi eşidənə, qulaqlarına çatana etmək istədiyim nəsihətim budur. Allah Azza və Cəllə bizi eşidib fayda alanlardan etsin. Allahdan istəyirəm ki, bizi alimləri sevən, onların qədrini bilən, elm əhlini, elm tələbələrini üstün tutan, elm məclislərində ədəbli olan, haqqı qəbul edən və sələfin yolu üzərində sabit qalan qullarından etsin. Allahdan istəyirəm ki, qəlbimizi elm və sünnə nuru ilə diriltsin. Bizləri alimlərə qarşı hörmətli və təvazukar olan qullarından etsin. Dillərimizi elm tələbələrinin qeybətindən, onları fitnəyə salmaqdan və fitnələrə düşməkdən qorusun və bizi haqq üzərində
yaşadıb, haqq üzərində də canımızı alsın. Etmək istədiyim nəsihətim bu qədər əziz qardaşlarım. Allah Azza və Cəllə bizi eşidib fayda alanlardan etsin. O sallallahu alə nəbiyyinə Muhammed və alə alihi və səhbihi və səlləm.